Salam hörmətli Azpost istifadəçiləri. Bugün sizə Azpost satış tətbiqimizdə mövcud olan ambar əməliyyatları, ambar qalığı və sayım fərqi haqqında məlumat verəcəm. İlk növbədə ambar əməliyyatlarına daxil oluruq. Daxil olduqdan sonra qarşımıza belə bir bölmə açılır. Yuxarıdan növ seçimindən biz hansı növ əməliyyatı icra edəcəyimizi seçə bilirik. Məsələn, sayım, istehsal, tullantı, ambar transferi və s. Tarixi qeyd edirik. Tarixi də qeyd etdikdən sonra aşağı sol tərəfdə biz məhsulların barkodunu, adlarını, ambarı, yəni ambarda nə qədər mövcud olduğunu görə bilirik. Buradan həmin məhsulun adını axtarışa vermək də mümkündür. Məsələn, prosesor. Yazdıqdan sonra həmin məhsulun üzərinə 2 dəfə klik edirik. Gördüyümüz kimi buradan miqdar təyin edə bilirik. Biz satdığımız miqdarı məsələn bura daxil edirik. Məsələn, 20 ədəd. Daxil etdikdən sonra yaddaşa yaza klik edirik. Beləliklə sayım edilir. Məsələn, buradan tullantı üçün də sayım etmək mümkündür. Tullantıya klik edirik. Həmin məhsuldan, məsələn, USB nə qədərinin tullantıya getdiyini yazırıq. Məsələn, 3 ədədini yaddaşa yazırıq. İndi isə sayım fərqinə baxaq. Sayım fərqinə girdikdə buradan tarixi seçirik. Məsələn, 28-ci 11-ci ayı seçək. Beləliklə, biz sayım etdiyimiz miqdarı görə bilirik. Prosesor sayım miqdarı 20, əvvəlki miqdarı 32 ədəd olub və beləliklə indiki miqdarla arasındakı fərq 12 ədəddir. Ambar qalığı. Ambar qalığı isə həmin məhsulların ambarda nə qədər qaldığını göstərir. Buradan ambar seçimini etmək mümkündür. Bizdə bir ambar olduğuna görə yalnızca əsas ambar seçimini görürük. İkinci kontragent seçimini edə bilirik. Buradan hansı kontragent olduğunu seçək. Məsələn, irşad. Seçim etdikdən sonra buradan 2 növ ya ambarda olanlar və ya olmayanlar görə bilirik. Məsələn, ambarda olmayanları qeyd etdikdə heç bir nəticə çıxmır. Çünki elə bir məhsul yoxdur. Hamısını qeyd edək. Hamısını qeyd etdikdə biz həmin məhsulların ambarda olan qalıqlarını görə bilirik. Məsələn, elektronikada prosesor ambarda 20 ədəd qalıb. Bunların biri 50 manatdan alınıb. 50-ni 20-yə vurduqda 1000 manat təşkil edir. Satış qiyməti isə biri 75 manatdan satılıb və 1500 manat ümumi satış məbləğimiz olub. Biz burada sağ düyməyə klik etdikdə buradan sütun seçimindən başqa sütunları da əlavə edə bilirik. Məsələn, ID-sini, kodunu, minimal və s.